Değerli dostlar, değerli YouTube izleyicilerim. Bax, bu günlər Binə qəsəbəsində sizlərə asfaltın qırağında, baba görürsüz asfalt yoldur. Asfalt yolun düz üzərində 46 nömrəli məktəbin düz yaxınlığında sizlərə bu 2 mərtəbəli tam təmir, böyründə də obyekti sürpriz olan bir həyət evimizi tanış edirəm. İndi obyekti də qardaş, kim istəyər buranı bərbərxana eləyər, kim istəyər buranı gözəllik salonu eləyər, kim istəyər buranı diş kabineti eləyər, kim istəyər hizamat yeri eləyər. Nə kimi ürək istəsə fəaliyyət göstərə biləcəyiniz qapının ağzında şəxsi obyektidir. Evimizin damir darvazasıdır, qəşəng navestidir. İşıq, qaz sayğacları hamısı yerində, su da artizan. 7-24 saat vur suyun gəlsin. Evimizin bir dənə ön görünüşünə baxın. Bəh. Super evdir ha. Gözəl. Həyətində bax belə əncil ağacı, su bakı, navesti. Oturub bax belə. Buradan mangal zad qur. Bax buralarda bir mangaldan zaddan qur. Burada da qəşəng belə navestin altında gəl dincəl. Belə stolu buradan oraya kimi aç. Xeyir işi gör. Toy elə, bayram elə. Evimizin hündür padvalı var. İki tərəfdən. Bax, qoy göstərim sizə. Göstərməmişdən qabaq onları hələ keçəcəm. Evimizin hər tərəfini göstərəcəm. Bax, belə bağı yeri var. Qəşəngcənə bax burada. Çöldən girməyə bax obyekt yerimiz var. Bax, belənçənə burada bir dənə əldamımız var. Plus belənçənə bax, krantı açırsan, suyu gəlir çöldə əl-üz yumaq üçün. Və plusdakı burada bir dənə belə çöldə sançar qovşağımız var. Da tam hazır evdir da. Gəl, al, köç, gir, yaşa. Bax, bundan artıq da nə olsun. Super bir ev. Qəşəng bir ev. İstəyənlər gəlsinlər, bu evi əldə eləsinlər. Baxın, evimizin böyrünə girin. Bax, su çənimiz var burada. Əlavə su çəni də var. Bura baxın, evimizin böyrü. Bax, sıvanıbdır, görürsünüz. Necə lazımdır. Evimizin bax, bu hissədən də padval girişi var. Gəlin bura, buradan elə girəcəm. O birisi səhifələrimizdə oradan girmişəm. Bu səhifədə istəyirəm buradan girəm. Gəlin bura. Gəlin, padvala bir dənə baxın dostlar. Ya Allah. Bax. Baxın, padvala baxın. Hündür, nə boyda, geniş. Balon, banka, nə var? Qardaş, bunlar yığılırlar, sən də gətir yığ. Nəyim var, gətir burada yığ. Mangalımıza qədər də var. Nə istəyirsiniz? Çox haladenlikinə qədər var da, nə istəyirsiniz? Gəlin bura. Bax, çıxdın qəşəng navesti. Bax, usta adamzad olsa, ona əməlli başlı yarır ha bura. Gətir buradan, bax, strometralları zadı yığ belənçənə. Əli at şişi götür. Əli at onu götür, bunu götür. Bax, belə, qəşəng. Super da belə, əla bir evdir. Gəl Allah alana da satana da xeyir versin. Binədə düz məktəbin yanında 2 mərtəbəli ev. Gözəl də evdir. Gəlin də keçək proyektinə baxaq. Ya Allah'ın adı. Bismillah. Giriş belə koridorumuz, kürsümüz. Görürsünüz evimiz kürsülüdür. Plus hündür padvalımız var. Gəlin bura. Bura birinci mərtəbə zal. Qəşəng zaldır. Geniş, iri bir zaldır birinci mərtəbə. Sonra yataq otağı birinci mərtəbədə. Həm zalı var, həm yataq otağı. Baxın, səliqəli. Mətbəximiz. Aha. Belə qəşəng, gözəl, iri bir mətbəx. Plus sanitar qovşağımız. Bax, buranı ayırmaq da olar. Mətbəxi buradan ayırmaq da olar. Sanitar qovşağından ayırt eləmək olar. Baxın. Geniş, iri, işıqlı bir sanitar qovşağı. Burada mətbəxdir. Qoxunan mebelizadı qalır evin içində. Plus, dostlar, gəlin bura. Bax, belə bir pilləkən altı qladovka. Buranı da ki, istəyirsiniz nəsə şey düzəltmək olardı. Artıq şkaf zad yığ. Bax, buradan beləcəni şkaf yığ. Ürəyin istəyən nə var yığ. Piləkən, beton. 1 ilə 2'nin arası beton monolitdir. Bax, onu da deyirəm bilin dostlar. Birinci mərtəbə ilə ikinci mərtəbənin arası tam monolitdir. Yəni betondur. Ümumi betondur. Ha, kəsmələr beton deyir. O pişi betondur. Bax, 1 ilə 2'nin arası ümumi betondur. Tam səliqəli evdir. Keçən yuxarıdan Allah'ın izni ilə çəkilişimizi davam edək. Baxın, evimiz full təmir. Necə lazımdır? Çox səliqəli.
Burada da ki bax, əlavə buranı düzəldiblər ayaq yolu eləmək üçün, nəsə bir şey düzəltmək üçün də, yəni nə istəsəniz burada düzəldə bilərsiniz. Buranın təmiri yoxdur. Bax belə bir gözəl ev. Qiyməti yəni 75 dəli, 80 dəli, 65 dəli, 60 min. Yəni 62 deyib demirik ki, gəl 60 ver. 60 min. Bax, super evdə. Geniş, iri ev. Baxın bura. Bax, gözəl belə bir otaq. Sonra bax belə bir otaq. Bütün yataq otaqlarda hamısı geniş. Da mebelləri görürsünüz də nətərdir. Baxın. İri mebellərdir. Yəni Karalevinli mebellər gedir. Zalımız super genişlikdə. Damına çıxış yerinə qədər var dostlar. Hər bir şey çox superdir. Plusdakı əzizlərim, gəlin balkonuna baxın. Balkonuna baxın. Geniş, iri bir balkon. Səliqəli, ətraf yaşayış bax. Hər yer qolum qonşu. Məktəb. Əsas uşaqlarımızın təhsili dəyərli izləyicilərimiz. Məktəb. Bax, cəmaat 60 min, 65 min verir, belə bir ev alır. Mən sizə nətər ev göstərirəm. Baxın. De bundan artıq nə olsun? Bax, super ev. Məktəb düz qapısının ağzında. Uşağı əlindən bırax getsin, özü girsin, məktəbə çıxsın. Məktəb. Bax, ev. Super təmirlidə ev. 2 mərtəbə. Deməli neçə otaq oldu? 1 otaq, 2 otaq, 3 otaq, 4, 5 otaqlı evdir. Qiymətdəki heç neçəyə? 60 min. Allah alanı da satana da xeyir versin. Ayşun xanımın əlaqə nömrələri 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. WhatsApp'ımız aktivdir. Gəlməmişdən qabaq zəng edin. Səhifəmiz də aktivdir. Satılan evlər dərhal silinir. Necə ki evi elanda görürsünüz, deməli ev satılmayıbdır. Gəl sənin olsun. Gəl götür dostum, gəl. Allah alana da satana da xeyir versin. Da bundan artıq nəsi? Şəxsi tikili evdir. Ortası beton monolitdir. Tam səliqəlidir. Allah hər kəsin xeyrini versin. Amin, ilaha amin.